Gədəbəy rayonunda əhalinin elektrik enerjisi ilə təminatı sahəsində ciddi problemlər yaşanır. Sakinlərin sözlərinə görə bəzi imkanlı şəxslər, sahibkarlar və xüsusilə MOIKA avtoyuma obyektləri elektrik enerjisinə rəsmi qaydada deyil, qarmaq üsulu ilə, yəni qeyri-qanuni şəkildə qoşulurlar. Bu qanunsuzluqların isə Gədəbəy rayon İşıq İdarəsinin rəisi Ramil Məmmədovun bilavasitə xəbəri olmadan baş verməsi heç də inandırıcı görünmür. Belə vəziyyət nəyə səbəb olur? Qarmaqla, yəni sarğaçsız elektrik enerjisi istifadəsi nəticəsində dövlətə külli miqdarda maliyyə ziyanı dəyir, əhalinin evlərində gərginlik düşür, elektrik cihazları sıradan çıxır. Sosial ədalətsizlik yaranır. Məsuliyyət kimə aiddir? Rayonda elektrik təchizatı və şəbəkəyə nəzarət birbaşa İşıq İdarəsinin və onun rəhbəri Ramil Məmmədovun vəzifə borcudur. Əgər qanunsuz işıq istifadəsi açıq şəkildə gedirsə, deməli, ya rəhbərlik buna göz yumur, ya da proses bilavasitə idarənin marağındadır. Hər iki halda bu vəziyyət dövlətə və xalqa xəyanət hesab olunur. Buradan belə nəticəyə gəlmək olur ki, Ramil adlı şəxs öz işinin öhdəsindən layiqincə gələ bilmir və ən əsası vəzifəsindən sui-istifadə edir. Gədəbəy rayonunda elektrik təchizatı sayəsində yaranan bu özbaşınalıq həm dövlətin iqtisadi maraqlarına, həm də əhalinin sosial rifahına ağır zərbə vurur. Qarmaqla işıq verilən obyektlərin fəaliyyəti dayandırılmalı, məsul şəxslər isə qanun qarşısında cavab verməlidirlər. Məsələ ilə bağlı araşdırmamız davam edir. Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq.